Ne deyir? Oldu. Ne deyir? İstərli bir çətinlik yox, deyir, gəl əməkdaşlar baxacaq. Gəl əməkdaşlara baxacaq. Deməli, internetimizdə problem var. Bugün. Axşam internet var idi, düzdür? Axşam internet var idi. İndi amma internetimizdə problem var. Citynet əlaqə saxladıq. İndi deyir, əməkdaşlar yaxınlaşıb baxacaq. Bizim Wi-Fi-yə baxacaqlar, yoxsa bizim xəttə? Xəttə, çöldəki xəttə yəni. Belə. Deməli, operatorun bildirdiyinə görə problem biz tərəfdən olsa biz ödəniş eləməliyik. Nə qədər? 5 ya 10 manat. Amma onlar tərəfdən olmuş olsa pulsuz. Biz tərəfdən nə kimi problem ola bilər ki? Yuxudan durmuşuq ki, internet işləmir, internet yoxdur. Qəribə bir şeydir. Gözləyək görək nə olur. Bilməyənlər üçün deyirəm, bu mənim ilk pişiyimdir. Qanı qanından, canı canımdan olan qızım Çiçək xanımdır. Bu qız mənim həyatımın mənasıdır. Bu qız mənim üçün dünyada hər şeydir, hər şey. Lakin o bir misal var, deyirlər ki, mal yiyəsinə oxşayar həqiqətən də. O çox gözəl, çox düz misaldır. Xasiyyəti eyni mənəm. Birəbir təmas sevməz, həddindən çox aşırı ilgi sevməz, qucaq sevməz və s. və ilaxır. Özünü sevdirmək istəsə 10 saniyə dozunu aldı, çıxdı, getdi. Çiçoşu mən illər öncə, çox balaca olanda, deməli, Çiçoşu mən illər öncə körpə olanda, qış vaxtı, dekabr ayında parkdan götürmüşdüm. Balaca barmaq boydaydı. Bir aylıq falan, bəlkə də bir aylıq yox idi. Hələ söhbət də vaxtına çəkər, tim boyları dekabr aydı. Çox uzun illər öncə. Çiçoşum bir dönəm çox ağır xəstəlik keçirdi. Çox ağır xəstəlik keçirdi. FIP deyilən bir xəstəlik var. Koronavirusun mutasiya eləmiş forması, sulu FIP deyilən bir xəstəlik var. Hansı ki, o da çox illər öncə olub. Hansı ki, bu arada Çiçoş Azərbaycanda ilk pişikdir ki, FIP xəstəliyindən müalicə alıb sağalıb. İlk pişikdir. Yeganə pişik deyil, düzdür, amma ilk pişikdir. Mən onun dərmanlarını hətta Rusiyadan gətizdirdim. Azərbaycanda mövcud deyildi o dərmanlar. Hətta Azərbaycan həkimlərimiz, veterinarlarımız bu xəstəlik haqqında məlumatları yox idi. Çünki onlar qalmışdı 60-cı ilin tibbində. Hansı ki, 60-cı ilin tibbində deyilirdi ki, FIP xəstəlikləri eftanaziya olunur, yəni yatızdırılır. Narkozla belə deyək. Mən geri addım atmadım. Sona qədər mübarizə apardım. Həmçinin Çiçoş da sona qədər mübarizə apardı və illər keçib üstündən. 84 gün çəkdi müalicəsi. Çox başınızı ağrıtmayacağım. Yəni, bilənlər bilir bu xəstəliyi ki, çox yüksəkdir. Çox, həddən çox yüksəkdir. Lakin, gördüyünüz kimi, bugün hələ də bərabərik. Bugün mənim Çiçoş yanımdadır. Önəmli olan sağdır, salamatdır və xoşbəxtdir. Deməli, bugün bizdə ancaq macəralı gündür. Bayaq Wi-Fi-mizi kəsmişlər, səhərdən Wi-Fi kəsmişlər, artıq axşam üstüdür. İndi işıqlar yanmır. Bugün hətta işıqlar 3 dəfə sönüb. Məsələ orasındadır ki, bizim evin ön tərəfi yoldur, ana yoldur. Yağış yağdığı üçün bugün ora 3 dəfə işıq və internet dirəyinə 3 dəfə maşın çırpılıb. Yəni, təsəvvür eləyin, 3 dəfə maşın çırpılıb deyə bugün həm internetimiz olmayıb, həm də 2 dəfə daha doğrusu işıqlarımız sönüb. Yəni, elektrik yoxdur. Bəxt.